Gəlin birlikdə Temudan aldığım bu möhtəşəm orqanayzeri elə Temudan aldığım bu aksesuarlar ilə birlikdə bəzəyək, hazırlayaq. Həm Temudan, həm də Hemina Cüftdən əldə etmişəm. Ona görə də dedim sizlə birlikdə bu orqanayzeri düzənləyək. Mən bu orqanayzeri bir aydan çoxdur, hətta 2 aydır ki, istifadə edirəm və həqiqətən də çox məmnunam, çox keyfiyyətlidir. Və demək olar ki, içi də çox genişdir. Gəlin ilk öncə silver aksesuarlarımdan başlayaq, yəni gümüşü. Göstərim bu şəkildə gümüş olan aksesuarlarımı. Demək olar ki, eyni saydadır. Bir çox aksesuarımı atmışam. Və ilk öncə Hemina Cüftdən əldə etdiyim aksesuarı göstərmək istəyirəm. O qədər gözəldir, gümüş kimi görünür, heç yəni gümüşdən fərqlənmir. Ona görə də mən bu sepi çox bəyənirəm, çox sevirəm. Ona görə də ilk öncə elə bu sepdən başlamaq istəyirəm. Sadəcə ehtiyatlı yığmalısınız. Sonra isə belə bir çox gözəl bir sep göstərmək istəyirəm. O qədər gözəldir, boyunda çox möhtəşəm görünür. Bu iki dəstin də məndə, daha doğrusu iki sepin də məndə dəsti var. Həm sırğası, həm üzü. Sonra isə keçək növbəti sepimizdə. Digər sepim isə belə bir gül formasındadır. Həm qaşdı, həm də belə gümüşlü detalları var. Siz ən çox hansı aksesuarı sevirsiniz? Sepmi, qolbağımı, üzüyümü? Mən ən çox sepi sevirəm və üzüyü sevirəm. Mənim vazgeçilməz iki aksesuarım bunlardır çünki. Məncə ən önəmli bunlardır və sizin üçün hansılardır? Onu da yoruma yazarsınız. Sonra isə hər kəsdə məncə olmalı olan bu sep. İçi açılır, içində şəkil var. O qədər qəşəngdir. Əsas da mavi göy geyməyi sevirsinizsə, bunu mütləq alın. Bunu da Hemina Cüftdən əldə edə bilərsiniz. Səhifəsini buraya əlavə edəcəm. Həm bu orqanayzeri Hemina Cüftdən əldə edə bilərsiniz, həm də elə bu aksesuarları. Sonra isə mənim sadiq sepim, qaralsa belə atmıram. Çünki çox gözəldir. Məncə gümüş kimi görünür. Mən bunu özəl günlərimdə taxmağı çox sevirəm. Əslində aksesuarım çoxdur. Amma bəziləri həqiqətən mənim sadəcə özəl günümün parçası olurlar. İndi isə keçək növbəti sepə. Növbəti sepim isə Temudan aldığım seplərdən biridir. Mən Temudan alınan sepləri çox bəyənirəm. Və siz inana bilməzsiniz ki, mən bu sepləri cəmi 1 manata 2 manata alıb. Uzun illər demək olar ki, istifadə edirəm. 2 ilə yaxındır mən bu sepi istifadə edirəm. Bəlkə də 2 ildən də çoxdur. Çox qəşəngdir. Və bundan məndə 2 cür var. Yəni bir-birinə çox bənzəyirlər. Onu da sizə göstərəcəm. Yəni təsəvvür edin ki, 1 manata sep alırsınız və onu 2 ildən çox istifadə edirsiniz. Həqiqətən möhtəşəm bir şeydir. Bunları əlavə etdim və yerləşdirirəm. Bu şəkildə. Keçək növbəti çiyirməyə. Buraya isə mən istəyirəm ki, biraz qızıl seplərdən başlayaq. Qızıl deyəndə ki, yəni qızılı. Bu sepi də Temudan almışdım. Qırmızı rəng geyməyi çox sevirəm. Bordovi köynəklər falan çox sevirəm. Və bunu daha çox bəyənirəm, çox sevirəm. Baxın. Probludur. Stal stildir, qaralmır. Möhtəşəm bir sepdir. Mən bunu da paşlı 2-3 manat civarı almışdım. Yəni bu stal stilləri alın, aldırın. Möhtəşəmdirlər çünki. Qaralmırlar. Əgər siz də aksesuarda qaralmamağına diqqət edirsinizsə, mütləq ona baxın. Başda həmişə yazılır ki, paslanmaz polad, amma ona baxmayın. Siz baxın, görün, aşağıda məlumat hissəsi var. Orada paslanmaz polad yazılıb məsələsi materialı. Baxın, pasport, təyyarə və dünya. Bu sepi alıb mənfi istəyə bilərsiniz. Hansı ki, əgər dünyanı gəzmək istəyirsinizsə, belə bir xəyalınız varsa, xaricə getmək istəyirsinizsə, məncə alın. Mən hələ qismət olmayıb. Amma mənim də getmək istədiyim ölkələr var. İnşallah hər birimiz öz arzumuza çatarıq. Amma bu sepi taxandan mən səyahətlərə getmişəm bu arada. Sevdiyim bir dostumun hədiyyəsi idi. Sonra isə bu sepi göstərmək istəyirəm. Bu da mənim özəl gün seplərimdən biridir. İçində 100 lirdə səni sevirəm yazılıb. Və məncə belə anlamlı seplər almaq həqiqətən çox gözəldir. Siz ən çox hədiyyə alanda nə alırsınız? Rəfiqələrinizdən onu da yazarsınız. Sonra isə Temudan əldə etdiyim bu o çox dəbdə olan balon sepi göstərmək istəyirəm. Bunu hərdən birdən taxıram. Çox qəşəngdir. Bunu da 1-2 manat almışdım və qaralmır. Səhv etmirəmsə bu da stal stil olmalıdır. Amma bunun probu yoxdur. Boyunda bu da çox gözəl görünür. İndi tripodla yerləşdirirəm deyə tam yerləşdirə bilmirəm yaxından. Amma sizə seplər bir-bir təqdim edirəm. Sonra isə Temudan aldığım ən gözəl seplərdən birini göstərmək istəyirəm. Baxın. Bu sep. İndi sizə belə göstərim. Əgər yayda aksesuar taxmağı sevirsinizsə, belə qat-qat aksesuarlar taxmağı sevirsinizsə, buna baxın. Bir tərəfi belə göz muncuğudur, yəni rəngli göz muncuğudur. Bir tərəfi isə sadə. Buralığı da belədir. Baxın, belə. Bunu rahat göstərə bilmirəm. Baxın. Belədir. Belə göstərimdə. O qədər gözəl görünür boyunda. Yəni bunun linkini Instagramda paylaşıram. Instagram səhifəmdə aşağıda etiketləyəcəm. Hər birini oradan baxa bilərsiniz. Belə istəsəz, əgər rəngli hissəsini istifadə edə bilirsiniz. İstəsəz də belə rəngsiz. Və bu əlverişli bir sepdir. Mən iki formada da istifadə edirəm. Bunu bura qoymayacağam.
Bunu içəridəki silmələrin birini əlavə edəcəm. Və bura ən sevdiyim seplərdən biri olan yenə bu sepi göstərmək istəyirəm. Həm ay, həm kəpənək. Bu sep də Temuda var, mövcuddur. Eyni zamanda Hemina Cüftdə də var. Bu seplər çox qəşəngdir. Əgər ağ mavi könüllə geyinirsinizsə, buna da mütləq baxın deyərəm. Sonra isə çox qəşəng belə bir bürc sepim var. Bunu isə rəfiqəm hədiyyə etmişdi. Bir çoxunu rəfiqəm hədiyyə edir aksesuarlarımın. Qalanlar isə Hemina ilə Temuya aiddir. Bunu da buraya əlavə edirəm. Sonra yenə sevimli seplərimdən birini göstərmək istəyirəm. Bu seplər çox dəbdədir, çox gözəldir. Bir qaşlı Meksika sepi. Bunu mən manifestləmişdim və hədiyyə etdilər mənə. Və Heminada da eyni olan aksesuardan var, yəni bundan var. Eynisi var, amma bu mənə hədiyyədir. Bu şəkildə bunu da yerləşdirək. Sonra keçək bu silmələrə. Qızıl üzüklərim heyif ki burada deyil. Yoxsa onları da sizə göstərərdim. Onu da sizin üçün paylaşardım. Bura başlayaq, buranı yığaq. Buraya ilk öncə Temudan aldığım bu qaşlı sırğaları göstərmək istəyirəm, qoymaq istəyirəm bura. Bu çox qəşəng sırğadır, bir qaşı düşüb heyif ki. Amma qaralmadı. Əsas odur məncə. Həmin o göstərdiyim sepin belə sırğaları var. O qədər gözəldir, o qədər qəşəngdir. Bu bilənlər bilir ki, mən bunu haçan almışdım, taxmışdım. Mən bunu əmmoğlumun toyu üçün almışdım və Heminadan əldə etmişdim. Sonra Temudan aldığım bu sırğaları göstərmək istəyirəm. Çox münasib qiymət almışdım və qaralmadılar. Yayda ən çox istifadə etdiyim, ən çox sevdiyim sırğalarımdandır. İlk vlogumdur YouTube'dan, necə biraz həyəcanlıyam. Sonra Heminadan əldə etdiyim bu sırğanı göstərmək istəyirəm. Rolex, bunu dəstə var idi məndə. Hədiyyə etdim rəfiqələrimə. Sadəcə sırğasını saxladım. Sonra bu sırğaları da Temudan əldə etmişdim. Ürək formasında, bunu da çox sevirəm. Sonra nəyə görə? Bir də bunu əlavə etmək istəyirəm. Bunu da Temudan almışdım, özel günüm üçün almışdım. O qədər qəşəngdir. Cəmi 2 manat əldə etmişəm. Təsəvvür edirsiniz bu cür sırğaları. Həm də qaramırlar. Sonra indi bura bir də qızıl sırğalarımı yerləşdirmək istəyirəm. Bunlar da Nısır Jilverdən əldə etmişəm. Bir də mən bura bu ilan sırğalarımı əlavə etmək istəyirəm. Biraz dilim dolaşdı. Belə qəşəng ilan sırğalarım var. Bu ilan sırğaları çox sevirəm. Bir çox aksesuarımı yeniləmək istəyirəm və yeni aksesuarlar əlavə etmək istəyirəm bu orqanayzerimə. Bir də belə sırğalarım var. Bunlar da taxmışam daha öncə və mənim çox xoşuma gəlir. Belə fərqli, böyük sırğalar. Belə göstərim sizə. Bunu da buraya əlavə edirəm. Keçək indi də üzüklərə. O qədər də üzüyüm yoxdur. Lakin bunun səbəbi də mənim tez-tez əlimi yumağımdadır və çıxarmıram, üzüyü çıxarmıram. Əlimi yuyanda ona görə tez-tez paslanır. Ona görə də taxanda qızıl üzüklərimi taxıram. Ona görə də üzüyü almıram demək olar ki. Və belə bir üzüyüm var. Bu dostumla birlikdə taxdığımız bir üzüydü. Sonra isə keçək digər sırğalarımı da əlavə edək. O birisini əlavə edəcəm daha doğrusu. Və ən çox satdığımız modellərdən biri olan bu üzük o qədər gözəldir ki, məncə hər bir xanımda olmalıdır özel günlərdə taxmaq üçün. Bir çox aksesuarım digər orqanayzerimdədir. Onu da artıq gələn səfər paylaşaram. Sonra isə sizə bu sepi göstərmək istəyirəm. O qədər gözəldir, su yolu. Belə bir şıl-şıl sepdir. Möhtəşəm bir şeydir. Bundan bacımda da var, məndə də var. Bunu isə o tərəfə əlavə edəcəm. Bu birisi şkaflarımı əlavə edəcəm. Daha sonra siyirmələrimə. Keçək digər aksesuarlarım. Bir də belə bir üzüyüm var. Yonca model üzüydü. Bunu buraya əlavə etmək istəyirəm. Buraya əlavə edə bilmirəm, təəssüf ki. Buraya bir yerə qoyaq. Keçək. Bir çox sırğam yerləşmədiyinə görə yerlərini dəyişdim. Bu sırğalarımı da əlavə edirəm. Pandora model. Mən Pandora model olan şeyləri çox bəyənirəm. Məncə heç vaxt əvvəldən düşməyəcək bir modeldir. Həmin o göstərdiyim sepin sırğalarıdır. Bunu həm bu şəkildə, həm düz aşağı istifadə etmək olur. Mən iki formada da istifadə edirəm. Bunların qiyməti çox münasibdir. Dəst formada 12 manatdır. Və burada digər aksesuarlarım var. Onları da əlavə edərik. İç silməmizi doldurub bura yerləşdirək. Keçək növbətiyə. Burayı isə mən bu su yolu sepimi əlavə etmək istəyirəm. Sonra digər silməyə isə belə bir çox qəşəng sepim var, qaşlı. Bunu əlavə edirəm. Növbəti silmələri də dolduraq. Bu kəpənəyi digər o bənzətdiyim modeli əlavə edirəm. Bu da Temudan almışam. Sonra belə sırğalarım var. Gümüşü. Bu dəst halındaydı. Bunu əlavə edirəm. Hər kəsdə olan o halqa sırğalar. Hər bir qadının halqa sırğası olmalıdır. Sonra isə belə kiçik sırğalarım var. Daha mini olar əlavə edirəm. Belə bir qaşlı model yenə sepim var. Onu əlavə edirəm. Bəzən belə oxşar modelləri hamısını bir yerdə taxıram. Belə yenə Temudan aldığım sırğalarım var. Bunun forması fərqlidir biraz. Onu əlavə edirəm. Sonra isə mən çoxlu çarm sevirəm. Bir çox çarmım var ki, onları dönəm-dönəm fərqləndirib istifadə edirəm. O çarmları bir əlavə edirəm.
Sonra sırğamın birini bir tay itib. Bayaq itirdim təəssüf ki, onu tapım. Belə üzüklərim var. Bunları da Temudan əldə etmişəm. Bunları da buraya əlavə edirəm. Bu aksesuarları bacım daha bəyənib almışdım. Onları da çox sevirəm. Sonra bir də heç açılmamış belə bir sırğam var. Çox qəşəngdir, baxın. Bunları əlavə edirəm. Mən sırğa arxalığını çox itirirəm. Onu paçka ilə Temudan almaq lazımdır. Dırnağım bu arada yaralanıb. Əzmişəm, ona görə belədir. İndi sağalmağını gözləyirəm, amma istəmədim ki, ona görə də bir müddət vaxt itirim. Keçək indi buranı düzəldək. Bura isə belə bir çox gözəl bir sepim var. Bunu əlavə etmək istəyirəm. Aşağıya saatlar əlavə edəcəyim üçün, amma bura məncə o qədər olmadı. Ona görə də bu ilan sepimi qolbağımı əlavə edirəm. Bir anlıq çəkdim. Sonra hər kəsdə olan o su yol qolbağım. Məncə artıq o hər kəsdə olub və olacaq da, çünki o qədər gözəldir ki. Belə bir gümüş qolbağım var. Gümüş qolbaqları mən çox bəyənirəm. Əsas da belə şirin olan şeylər. Sonra isə axırıncı şkafaysa saatlarımı əlavə etmək istəyirəm. Digər qolbaqlarım təəssüf ki, digər orqanizerdə olduğuna görə onları əlavə edə bilməyəcəm. Yenə belə paçkada olan qolbaqlarım var. Gəlin indi isə bunları əlavə edim bura. Mənim 2 dənə orqanizerim var. Digər də Temudandır. Temudan əldə etmişəm. Bunları da buraya əlavə edək. Bu şirin qolbağı əlavə etmək istəyirəm bura. Sonra belə bir yeni aldığım qolbağı əlavə edəcəm. Bir sürü aksesuar bəyənmişəm. Bu sepdir. Amma bunu da buraya əlavə edəcəm. Bir də burada belə bir qolbağım var idi. Onu da sizə göstəreyim. Belə rəngli bir qolbağım var idi. Onu da əlavə edeyim. Bunların eynisindən bir xanım da Temudan sifariş verib. Eynisindəndir. Mən onun atdıqlarını bəyəndim və özüm üçün də sifariş verdim. Belə şirin digər qolbaq. Sonra isə keçək əsas o ana saatlara. Buraya isə bu saatı qoymaq istəyirəm. O qədər çox bəyəndim. Bunu da Hemina cifdən əldə etmişəm. Sonra isə nişanlımla dəst olan bu saatı göstərmək istəyirəm. Casio saatı çox bəyənirəm. Çox sevirəm o saatı. Məncə bu saatın hər kəsdə olmalıdır. Bunun 5-6 dənəsini daha almaq istəyirəm. Rolex ən gözəl saatlardan biridir. Və Rolexin müxtəlif rəngləri var həmin səhifədə. Bir də məncə bu saat çox gözəldir. Mən Cartier saatlarını çox bəyənirəm. Cartier brendini çox bəyənirəm, baxın. Bunu da buraya əlavə edirəm. Keçək ən aşağı şkafa. Tam olaraq yəni orqanizer sayıb aksesuarlar buraya əlavə etmişdim, qoymuşdum. Elə yaxşı ki, o bir orqanizeri götürməmişəm. Bu sepimi də buraya əlavə edirəm. Sonra isə bura bu sepimi əlavə edirəm. Belə bir-birinə inşallah ki, qarışmaz. Belə bir saat var. Temudan bunu çox taxmışam mən. Bəlkə ondan çox taxmışam. Bəlkə 20 dəfə falan taxmışam. Bu saatı əlavə edirəm. Sonra T800 versiyası olan bu saatı əlavə edirəm. O qədər də taxmamışam. Adətən qışda taxıram mən smart saat. Digər aksesuarların orqanizerində bir dəfə hazırlayarıq. Bunlara artıq ehtiyac qalmadı. Burada bir çox aksesuar var idi. Baxın bu şəkildə. Aksesuar orqanizerini yenidən yığdım. Ən çox istifadə etdiklərimi, ən az istifadə etdiklərimi digər orqanizerə yığmışam. Ona da bir dəfə baxarıq, hazırlayarıq. Bu şəkildə. Siz sevdiyiniz aksesuarları yoruma yazarsınız. Hansını istəsəz sizin üçün ətraflı paylaşaram. Və orqanizerin qiyməti çox münasib idi. Mən bu orqanizeri o qədər münasib qiymətə əldə etmişəm. Çox daha bəyənərək istifadə edirəm.